Salamlayıram professor heyəti müəllimlərimizi, dinləyiciləri. Qərbi Avropa bəstəkarlarının 17-18-ci əsrlərdəki opera yaradıcılığında istifadə olunan türkəri anlayışını tamamilə türk musiqisi adlandırmaq olmaz. Həmin dövrün bəstəkarları, musiqi nəzəriyyəçiləri müəyyən ölkə və ya regionun musiqi üslubunu mənimsəmək üçün etnomusiqişünaslıq və maraqlanmırdılar. Buna görə də Alaturka üslubu adətən yalnız melodi, metr-ritmik elementləri, orkestrin zərb alətlərinin zənginləşdirilməsi ilə təmsil olunurdu. Adətən böyük baraban, üçbucaq, sincilər, bu alətlər türk hərbi musiqisində istifadə olunan alətlərdir. Həmçinin Osmanlı Yeniçəri musiqisində zurnanın kəskin səslərini iki tonu ilə xatırladan fleyta pikolo tez-tez istifadə olunurdu. Ən çox operalar Osmanlı İmperatorluğunun görkəmli sultanlarından biri Sultan Məhəmməd Fatihin həyatı ilə bağlı sujetlər üzərində qurulmuşdur. 1453-cü ildə Konstantinopolun fəthi, Barokko dövrünün ən görkəmli Almanya opera bəstəkarlarından biri, 100-dən çox opera müəllifi Reinhard Kaiser'in 1696-cı ildə yaratdığı Mahmud II adlı Barokko operasının əsasını təşkil etmişdir. Bundan əlavə, 1820-ci ildə Gioacchino Rossini Maometto II operasını bəstələmişdir. Hadisələr 1470-ci ildə Osmanlı İmperiyasının Sultan II Məhmədin rəhbərliyi altında Negroponti mühasirəsi zamanı baş verir. Operanın sujeti türklərlə Venesiyalılar arasındakı müharibə dövründə cərəyan edir. Teymurləng Avropada Tatarların imperatoru kimi təsvir edilən və Bəyazid I arasındakı münaqişə ilə bağlı idi. 1402-ci ildə fəlakətli döyüşdə Bəyazidin əsir düşməsi və daha sonra həbsdə intihar etməsi hekayəsi sujetlərə əsaslanan operalar da Avropa tamaşaçıları arasında müvəffəqiyyət qazanmışdılar. Bu mövzuda ən tanınmış opera Gendel'in 1724-cü ildə bəstələdiyi Barokko dövrünün görkəmli şah əsəri hesab edilən Tamerlandır. Əsər Qərbi Avropa bəstəkarlarının opera yaradıcılığında yenilik gətirən xarakter daşıyırdı. İlk dəfə olaraq baş rol Bəyazidin partiyası Kastrat de Tenor'a etibar edilmişdir. Qeyd etmək lazımdır ki, Pioveni'nin librettosu əsasında bu sujetə dair təxminən 40, bəlkə də daha çox operalar yazılmışdır. Bunların arasında Gasparini, Celleri, Leo, Porpora, Porta, Vivaldi, Casali, Bernasconi, Scarlatti və s. bəstəkarların adını çəkmək olar. Bu mövzuya əsaslanan ilk tamaşalarının coğrafiyası da genişdir. İtalyadan Neapol, Venesiya, Florensiya, Verona, Milan, Roma, Bologna, Parma və s. Viyana, London, Kopenhagen, Hamburg və digər şəhərlərə qədər uzanır. Türk üslubunun təsiri hiss olunan opera islahatçısı Gluck'un İfigenia Tabletdə operasıdır. Birinci fəslin sonunda o, cinayətlərimizi bağışlamaq üçün bizə qan lazım idi adlı xor və ardınca gələn skiflərin türk üslubunda olan rəqsini təqdim edir. Skif səhnəsinin qaranlıq və vəhşi koloritini, fasiləli marş ritmi və kiçik fleyta, zərb alətlərinin iştirakı ilə güclü orkestrlər təşkil olunmuşdur. Zəhmət olmasa musiqi. Türk personajının Avropa şəraitində təsviri, xəyali Türk şahzadəsi Səlim premyerası 1814-cü ildə Milan şəhərində keçirilmiş. Rossini'nin Türk İtalya'da adlı opera Buffa aiddir.
Qeyd etmək lazımdır ki, 1794-cü ildə Salieri və Mozartın tələbəsi olan Züsmayer tərəfindən Türk-İtaliyada və ya Türk-Neapolda adı ilə istifadə edilmişdir. O, ustadı Mozart kimi Türk mövzusuna valih olmuşdur. Türk-İtaliyada operasından başqa Züsmayer 1799-cu ildə Süleyman II və ya əlavə adı Üç Sultan Xatun adlı başqa bir operada yaratmışdır. Bu operanın mövzusunun bir hissəsini sonradan Beethoven'in variasiyalarında həmin temaları istifadə etmişdir. Mozart həyatının bütün yaradıcılığı boyunca bir neçə dəfə birbaşa və ya dolayısı yolla Türk mövzusuna, xüsusilə orientalizmə müraciət etmişdir. Türk mövzusuna müraciət etdiyi ilk operalardan biri Zaidə ilkin olaraq Hərəmxana adlandırdığı opera çox məşhur olmuşdur. Qeyd etmək lazımdır ki, Zaidə operası bəstəkarın ən məşhur türk operası olan Hərəmxanadan qaçırılma əsərinin öncüsü olmuşdur. Hər iki opera Sultan Sarayından qaçış mövzusunu ələ alır. Opera Paşanı tərifləyərək hamının birləşdiyi konsert nömrəsi ilə bitir. Sərimin sadiqliyi və alicənablığını şöhrətləndirən Yeniçərilər Xorunun dəstəyi ilə müşahidə olunan böyük kvintet müşahidə edilir. Növbəti yenə də Hərəmxana ilə bağlı olan Lucius Sulla operası seriyanın atları arasında ifa olunan Hərəmxanada qısqanclıq baletidir. Opera 1772-ci ilində Milanda təqdim olunmuş, 20 dəfəyə tamaşaya çıxarılmışdır. Operanın atları arasında heç bir əlaqəsi olmayan baletlər ifa olunmuşdur. Nə çap olunmuş libretto mətnində, nə də Mozartın məktublarında musiqi müəllifi haqqında heç bir məlumat yoxdur. Ən çox ehtimal olunan budur ki, 18-ci əsrdə tez-tez rast gəlinən bir vəziyyət olaraq musiqi pasticcio idi. Burada həqiqətən dramatik heçnə baş vermir və bu baletdə heç bir dərin psixoloji məzmun gizlənmirdi. Lakin qeyd etmək lazımdır ki, bu mövzuya əsaslanan operalar və baletlər 19-cu əsrin romantik baletinin formalaşmasında böyük rol oynamışdır. Bu mövzuya aid ən məşhur baletlərdən biri Hərəmxanada Üsyan, yaxud Qadınların Üsyanı adlı romantik balet, 3 aktda romantizm dövrünün ən böyük xoreograflarından biri olan Filippo Taglioni tərəfindən hazırlanmışdır. Baş rolun ifaçısı, xoreografın qızı, romantizm dövrünün mərkəzi figurlarından biri olan ulu balerina Maria Taglioni tərəfindən yerinə yetirilmişdir. Bundan əlavə, məşhur klassik balet Korsarı qeyd etmək lazımdır. Bu balet George Byron'un eyni adlı poemasına əsaslanaraq dahi xoreograflar Jules Perrault və Marius Petipa tərəfindən səhnələşdirilmişdir. Baletin premyerası 1856-cı ildə Paris operasında baş tutmuşdur. Təqdim olunan araşdırma Türkiyəli üslubunun dünya musiqi mədəniyyətinə təsirini və türkü musiqi sənətinin rolunun Azərbaycan musiqi birliyində hərtərəfli öyrənilməsi üçün başlanğıc olaraq nəzərdə tutulmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.